Azərbaycan televiziyasının ən sevilən, ən uğurlu layihələrindən biri də Orada Bir Kənd Var layihəsidir. Hansı ki, hər buraxılışda Azərbaycanın fərqli bölgələrini, həmin bölgələrdəki başqa-başqa kəndlərin öz mühitini, öz mədəniyyətini kəşf etmiş oluruq, o mədəniyyəti necə qoruduqlarını və bunu qoruyarkən həm də turizmi necə özlərinə cəlb etdiklərini öyrənmiş, bilmiş oluruq və əlbəttə ki, bugün yaradıcı heyət bizimlə birlikdədir. Layihənin aparıcısı çox dəyərli Günel Habil qızı bizimlədir və rejissoru, xoş gəldiniz siz də, Orxan Cahangir. Hər vaxtınız xeyirli olsun. Salamlayırıq sizi. Mən bu layihəni o qədər çox sevirəm. Hətta Aytaç iri planda da, yəni indi televiziya dilinə iri planda olanda mənim əlimi də görmüş oldu. Çünki doğrudan da bu layihədən danışarkən o emosiyalarımızı, o hissimizi, həyəcanımızı saxlaya bilmirik. Çünki ən uğurlu layihələrdən biri də Azərbaycan televiziyasında. Azərbaycan televiziyasının bir çox layihələr var ki, əsasən maarifləndirmə işləri ilə məşğuldur və bu layihə ilə də biz Azərbaycan bölgələrinin tarixi ilə bağlı çox maraqlı faktlar deyirik. Bilirəm ki, yeni bölümləriniz var. Amma mən izlədiyim bölümlərdən deyim ki, mən mütəmadi olaraq izləyirəm bu layihəni və Suvagildə çox maraqlı bir fakta toxunmuşdur ki, 55-ci ildə köçmüşdülər və yeni Suvagildən yenə də o köhnə Suvagilə gedib o uşaqlıq illərini xatırlayan insanlar var. Yəni, bu verilişin önəmli cəhətlərindən biri də odur ki, xatirələrlə doludur və biz bununla bərabər həm də tarixi bilmiş oluruq. Günel, xoş gəlmişsən, Orxan, xoş gəlmişsən. Orxan Cahangir bir çox layihələrə imza atır, çox istedadlıdır, əziz dostumuzdur və çox sevinirəm ki, iki yaradıcı insan, potensialı zəngin olan insanlar bir layihədə çalışırlar. Bu da mükəmməllik deməkdir. Xoş gördük, sən eşidək. Orada Bir Kənd Var komandamız adından sizi və tamaşaçılarımızı salamlayırıq. Və Orxan, mən, bir də bizim peşəkar operatorlarımız bu layihədə çox əziyyət çəkirlər və hər bölümdə çalışırıq ki, tamaşaçılarımızın da zövqünü oxşadaq və Azərbaycanımızı kənd-kənd tanıdaq tamaşaçılarımıza. Amma sizə çəkdiyinizi görmürəm, çünki mütəmadi təndir çörəyi elə görürüz, kənardan da görürüz. Kənardan görünür. Və bu dəfə Orada Bir Kənd Var, nədən danışacaq, hara getmişsiniz, hara üst tutmuşsunuz, istəyərdim fikirlərinizi bölüşəsiniz. Sonuncu verilişimizdən danışaq, Qaxın Ləkit kəndində qonaq olduq və şənbə günü efirdə olacaq. Öz-özlüyündə çox gözəl bir kəndimiz. Və Qax, özünüz bilirsiniz ki, Azərbaycanımızın ən gözəl məkanlarından biridir. Ləkit kəndi də 2000 illik tarixi olan bir kənddir və kəndin çox gözəl yerlərini, məkanlarını çəkmişik. Həm Mamırlı şəlalədə olmuşuq, həm Qaxın dünya əhəmiyyətli abidəsidir Azərbaycanımızın məbəd, dairəvi məbəd, Alban mədəniyyətinin bir parçası. Kəndin zəhmətkeş insanları, babaları, nənələri, yəni ənənəvi olaraq... Əsil kənd mühiti. Bəli, əsil kənd mühitini bu dəfə də lentə aldıq və inşallah ki, tamaşaçılarımız baxacaqlar şənbə günü. Orxan, görünür dedin ki, elə görünür. Bəs görünməyənlər. Görünməyən tərəfləri o qədərdir ki, ilk öncə sizi salamlayıram, xoş gördük. Nursəni xüsusilə də tamaşanız münasibətə təbrik edirəm, fürsətdən istifadə edib. Aytaç xanımı salamlayıram. Və görünməyən tərəfi nədir? Bəzən halda, yəni, belə deyək, kənd mühitidir və gözləmədiyiniz halda force-major hallar olur. Misal üçün, gedmişsiniz, günəşli havadır, hər şey gözəldir, kameranı alırsan, çəkilişə və bir də gördün, Leysan gedir. Məşrifdə olduğu kimi. Məşrifi külək və yağışda çəkmişik. Elə 3 gün, misal üçün, çəkiliş üçün gedirik, 2 gün gedirik. Onun bir günün bəzi halda heç çölə çıxmaq olmur. Elə yağış, elə dolu, hətta qar olan dövrlər olub, yəni qış aylarında. Ona görə görünməyən tərəfi, bax, o çətinliklərdir. Amma əsas odur ki, bizim məqsədimiz odur ki, tamaşaçılara keyfiyyətli və zövqlü bir iş ortaya qoyaq, təqdim edək. Çox maraqlı bir işdir. Və təqdim də edirsiniz, bəli. Mən bayaq Günel xanımdan soruşdum ki, getdiyiniz kəndlərə təkrar-təkrar getmişsinizmi? Bu bilirsiniz, mənim niyə diqqətimi çəkir? Çünki kəndlərimizdə, bölgələrimizdə də inkişaf gedir. İstər onların həyat tərzi olsun, istər kəndə xas işlər var, onları da daha sadələşdirirlər. Amma o kənd mədəniyyətini, kənd mühitini həm də qorumuş olurlar. Özünüz olurmu gedəndə ildən ilə təkrar getdiyiniz məkanlarda bax o fərqi görürsünüz? Fərqi görürük. Məsələn, biz Sım kəndinə ilk dəfə gedəndə o kənddə demək olar ki, yolu yox idi. Ora yol çəkildi və yol çəkiləndən sonra Astaranın ən ucqar kəndidir. Yol çəkiləndən sonra da ora bir turizm brendinə çevrilib artıq və orada nə xoş ki, kənd əhalisi əvvəl köçməyə meyilli idi. İndi əksinə, indi evlərini, o çıraqlarını yenidən yandırıb turistlər üçün açıblar və orada yeni turizm məkanları salınır. Qadınlar üçün orada biznes imkanları artıq yaranır. Bu çox gözəl bir, ümumiyyətlə, bizim bu layihə çərçivəsində çox gözəl bir
bizim üçün də təcrübədir. Yəni çəkdiyimiz, təqdim etdiyimiz yerlərdə inkişaf. Məsələn, elə yer var ki, dediyim kimi, ora yol çəkilir, elə yer var, internet problemi həll olunub, elə yer var ki, biz orada çəkiliş edəndən sonra təbii yanacaq verilməsinə başlanılıb. Yəni bizim özümüz üçün də... Yəqin ki, kənddə də o əhval-ruhiyyə, mühit bir balaca dəyişir. Dəyişir, təbii. Əslində, Astaranın kəndinə toxunursunuz. Mən dərhal bizim layihə rəhbərimiz Nasilə xanım gözümün önünə gəldi. Çünki o Astaranın Sım kəndinin tapılmağında, kəşf olunmağında Nasilə xanımda xüsusi xidməti var. Çünki əslində biz layihəsi var idi. Əslində biz layihəsi üçün gözəl məkanlar axtarılırdı və həmin o məkanlardan biri də Astaranın Sım kəndidir ki, əslində biz layihəsi çəkilirdi. Sonra Aytacın özünün oradakı yaşayan uşaqlarla özünün bilirsiniz ki, sevimli bir kuklası var və tez-tez o kukla teatr əsasında nağıllar danışırdı. Yəni hər biriniz o gözəl... Bu kimi layihələrin həqiqətən təsiri çoxdur. Adicə biz gedib bir rayonda uşaqlarla görüşəndə, daha sonra misal üçün məktəbin müəllimləri deyirdi ki, uşaqlarımızın bütün əhval-ruhiyyəsi dəyişib. Sevinirlər ki, bizə görə gəlmişlər. İndi də bilirsiniz, artıq aktiv idman növləri çox inkişaf edib və sizin getdiyiniz rayonlarda, kəndlərdə artıq gənclər gedirlər müxtəlif idman sahələri, kamp olsun, hiking olsun, adlarını bilmədiyim bir sıra digər idman növləri də var ki, onu orada həyata keçirirlər və o kəndin gəncləri üçün də yeni tanışlıqlar, əlbəttə, məsələn, Ləkid kəndində var belə bir ənənə. Həftə sonları kamplar qurulur kənddə. Belə kəndlərimiz çox, məsələn, Hil kəndində biz olanda çox gözəl idman zalları var. Yəni özləri o şəraiti yaradıblar kəndin gəncləri və yeniyetmələri üçün. Əzim Güney, deməli, sizin verişi izləyərkən daha çox sevindiyim məqamlardan biri nədir? Biz bilirik ki, multikultural insanlarıq, multikultural ölkədə yaşayırıq, tolerant ölkəyik və bizdə bilirsiniz ki, asaylı xalqlar da yaşayırlar və onların öz mədəniyyətləri də var, mədəniyyət nümunələri var ki, qorunub, saxlanılır və bunları çox parlaq şəkildə yaradıcı heyətinizlə təqdim edirsiniz. Buna görə sizə təşəkkür bildirirəm və böyük məmnuniyyətlə orada bir kənd var layihəsindən danışacağıq. Amma görüntülərimiz də var. İzləyib sonra mənim bu mövzu ətrafında sənin fikirlərini eşitmək istəyərdim. Zəhmət olmasa. Buyurun, izləyək. O Katıq şəlaləsi heyran edən hər kəsi. O Katıq şəlaləsi heyran edən hər kəsi. Burada dağlar, meşələr, dağlar, meşələr, gözəllik ilahəsi. Qafqaz dağlarının qoynunda sıx meşələrin, coşqun çayların əhatələdiyi bir kənd var. Onlar üçün sənin hansı millətə, hansı dinə mənsub olmağının heç bir fərqi yoxdur. Burada hər zaman insanlıq danışır, qonaqpərvərlik, mehribanlıq danışır. O qədər gözəl bitkilər, o qədər gözəl mühit, o qədər gözəl görüntülər, o qədər gözəl əhval-ruhiyyə. Bəzən bu görüntüləri izləyərkən və orada bir kənd var layihəsi mütləq ki, izləyin. Çünki Azərbaycan televiziyasının YouTube kanalı da var ki, sizə təqdim olunan verişlərin təkrarını rahat bir şəkildə izləyə bilərsiniz. Odur ki, həm də Azərbaycan televiziyasının YouTube kanalını da izləyin. Çox maraqlı verilişlər var və vaxtınızın səmərəli keçməsi üçün həmin verilişləri mütləq izləməlisiniz. Çünki izləyərkən Azərbaycanımızı kəşf etmiş oluruq. Azərbaycanı da kəşf edib bizə təqdim edən iki dəyərli sima buradadır. Günel Abil qızı, Orxan Cahangir və təbii ki, toxunduğum mövzu ilə də elə bu görüntülər təqdim olundu ki, o multikultural dəyərlər mədəniyyətimizin təməli sayılan bir çox nüanslar var. Buyurun, eşidəsiniz. Özdə o qədər mehriban insanlardır. Bax, həqiqətən də insan fəxr eləyir ki, biz dünyaya bir multikulturalizm və tolerantlıq nümunəsiyik. Məsələn, elə bu Balakənd verilişimizdə Avarların kəndi, Katıq kəndi, Suvagil kəndi, Saxurların kəndi. İnanın ki, gəzdikcə, gördükcə, tanıdıqca
bir başqa vurulursan vətənə. Hər layihəmizdə, hər çəkilişimizdə, məsələn deyirəm ki, tutaq ki, Balakənə getmişik, deyirəm ki, bu kənd məni çox təəccübləndirdi də, möcüzədir. Mən bir də təəccüblənmərəm. Başqa bir kəndə gedirsə, orada bir başqa cür təəccüblənirsə, yəni hər dəfə özümüz də bu layihə çərçivəsində Azərbaycanımızı kəşf eləmiş oluruq. Və nə xoş ki, insanlarımıza da yəni bu şəkildə ötürürük. Mən bayaq sizin növbəti gedəcəkləri Elnur kəndləri soruşdum. Misal üçün, həmin bölgədən olsam da kəndlərin adını ilk dəfə eşitdim. Ona görə də həm də doğrudan kəşf etmiş oluruq. Vətənimiz gözəldir və tanıdıqca bilmədiyimiz kəndlər, bilmədiyimiz qəribə Bu görüntüləri izləyirik hal-hazırda. Aytaç, mən böyük məmnuniyyətlə Günel'i də görürəm orada. Günel, istəyərdim bir sən nəyə şərh eləyəsən. Baxın, biz məkana ilk dəfə gedirsiniz. Və necə olur ki, bu qədər gözəl məqamları təqdim edə bilirsiniz? Çünki bir neçə dəfə gedib, araşdırandan sonra yaxşı məkanları çəkmək olar, amma sizdə real alınır. Onu mən keçid edeyim. Biz bir gün öncə belə deyək də, axtarışa çıxırıq, baxırıq, tanıyırıq. Bəzi, misal üçün, Suvagildə gördüyümüz o səhnənin onu gördüyünüz kimi deyil. Biz özümüz qurmuşuq onu. Yəni orada arxada odunları yığmışıq. Çünki kadr estetik olsun, kadr gözəl olsun, tamaşaçı üçün də bu maraqlı olsun. Kənd mühiti yaradırsınız əslində. Yox, mühit var təbii ki. Sadəcə onu bir parlamaq lazımdır. Biraz da əlin qolunu yığırıq, düzəldirik, hazırlayırıq. Və bu layihənin bir müsbət tərəfini deyim. Biz hər hansı bir kəndə gedəndə artıq yəni biz qonaq kimi getmirik. Yəni Günel xanım artıq həmin o ailənin hansı ailəyə gedir, oranın bir sakini kimi gedir. Həmin o babanın nəvəsi olur və yaxud da həmin o dayının qızı olur və biz ona görə bu verilişin, o layihənin belə deyək, sevilməsinin əsas mən deyərdim cəhətlərindən biri budur ki, biz buna kənardan baxmırıq. Bu kəndə və yaxud da bu ailəyə, bu adətə, bu ənənəyə kənardan baxmırıq. Biz özümüz onun içərisinə giririk, belə deyək, o yoğruluruq və onlarla birlikdə artıq bu kəndin bir üzvü oluruq. Orhan, o qədər səmimi atmosfer duyulur biz verişi izləyəndə. Ən əsas o ötürülən enerjidir. Enerji səmimi olduğu halda biz onu olduğu kimi, bax sənin söylədiyin kimi, o qədər gözəl doğma hissiləri, o insanları özümüzün ki, öz əzizlərimiz kimi yaxın bilirik və var olsun Azərbaycanımız günü-gündən çiçəklənir, orada yaşayan insanlar yaşadılar ənənələri. Sizə də uğurlar arzulayırıq. Əgər son demək istədiyiniz nəsə varsa Günel, əzizim, Orxan, buyurun, eşədək sizin. Son, təbii ki, Azərbaycanımızın kəndləri çoxdur və oralarda hələ çox kəndlər var. Biz sabah yollanırıq Lerikə, Lerikin Kələxan kəndindən salamlayacağıq tamaşaçılarımızı. Növbəti verilişimiz oradan olacaq. Dağlar gözəli Lerikin, çox gözəl bir kəndindən və oradan da tamaşaçılarımıza çox gözəl bir veriliş təqdim edəcəyik. Buyurun, buyurun. Mən də fürsətdən istifadə edib xüsusi layihələr sizə təşəkkürümü bildirirəm və yeni mövsümdə yeni layihələr olacaq, bunu da qeyd edim. Amma komanda üzvlərimiz adını çəkməsək belə deyək. Əlbəttə ki, bəli. Çünki görünən Günel xanımdır, kadr arxası, artıq operatorlardır. Nicata təşəkkürümüzü bildirir, Vüqar müəllimə, bizim çox sevdiyimiz Azada, montajçımız Orxan, yəni adam həqiqətində. Nilüfər xanımdır, Rafaeldir. Yəni biz bir komanda olaraq. Bəli, minnətdarıq sizə. 2 gün çəkilir, 3 gün çəkilir, amma 3-4 gündə bunun montaj prosesi var ki, belə bir keyfiyyətli iş ortaya çıxsın. O qədər mifik məqamlar var. Biz artıq sizinlə sağollaşmalıyıq. Məsəl üçün Qəbələyə gedəndə deyirlər ki, yatmış gözələ mütləq baxın. Çünki orada yatmış gözəl formasında dağın görmüş oluruq. Yəni bax, bütün bu məqamlar var ki, bunların hər birini orada bir kənd var layihəsindən duya bilərsiniz və öz vətənimizi orada bir kənd var layihəsindən yenidən kəşf edə bilərik. Çox sağ olun gəldiniz. Çox sağ olun, yollayasınız. Yaxşı yolunuz hər zaman açıq olsun deyirik. Biz isə qısa fasiləyə ayrılacağıq. Amma fasilədən sonra elə orada bir kənd var deyərək gedə biləcəyimiz bütün bölgələrdən və o bölgələrdəki turizm potensialından danışacağıq. Yay turizmi haqqında söhbətimiz olacaq.